Əsl Azərbaycan xanımı kimdir və ya necə olmalıdır? Sadəcə kübar, nəzakətli və fədakar bir qadınmı, yoxsa silahların kölgəsində belə həqiqəti qışqıra bilən bir cəsarət simvolumu? Təsəvvür edin, hər kəsin qorxudan nəfəsini belə dərindən ala bilmədiyi, minlərlə insanın bir gecədə yox edildiyi bir dövrdür. Və bir qadın, qarşısında dövrün dəmir əlli diktatoru Mircəfər Bağırov var. Mircəfər Bağırov ondan yalan yazmaq, gücə baş əyməyi tələb edir. O isə ölümü göz önünə alaraq sadəcə bir cümlə deyir: "Mən görmədiklərimi yaza bilmərəm." Bugün sizi repressiyaların ağuşunda, ölümün bir addımlığında belə imperiyanın ən qəddar adamına "Mən görmədiklərimi yaza bilmərəm" deyən bir Azərbaycan qadını ilə tanış etmək istəyirəm. Həmidə xanım Cavanşir. Əgər bugün hələ də güclü və azad qadın necə olmalıdır sualına cavab axtarırsınızsa, bu real hekayə sizin bütün həyatınızı və baxış bucağınızı dəyişəcək. Çünki bu sadəcə bir memuar deyil, bir qadının fırtınalara qarşı tək başına yazdığı azadlıq dastanıdır. Bəs kim idi Həmidə xanım Cavanşir? İlk evliliyindən sonra həyatının ikinci baharında ömrünü Cəlil Məmmədquluzadə ilə birləşdirən, Molla Nəsrəddinin fırtınalı yollarında yürüyən bu qadını Mircəfər Bağırov kimi bir diktatorun qarşısına çıxaran səbəb nə idi? Onu dövrün ən qorxulu adamının gözlərinin içinə baxaraq "Mən sənin haqqında şişirdilmiş yalanları, görmədiyim qəhrəmanlıqları yaza bilmərəm" deyəcək qədər qorxmaz edən o gizli güc hardan gəlirdi? Bir qadın imperiyanın dəmir yumruğundan necə qorxmaya bilərdi? Gəlin bu sualların cavabını tapmaq üçün zamanı geriyə bükək və onun doğulduğu o işıqlı dünyaya, Qarabağın ürəyinə, Kəhrizli kəndinə səyahət edək. Həmidə xanım Cavanşir 1873-cü ilin yanvarın 19-da Qarabağın Kəhrizli kəndində Azərbaycan tarixinin ən işıqlı, ziyalı ailələrindən birində dünyaya gəlmişdi. O, Qarabağ xanlarının nəslindən Pənahəli xan Cavanşirin nəvəsi, görkəmli tarixçi, maarifçi və ictimai xadim Əhməd bəy Cavanşirin qızı idi. Xatirələrim kitabında Həmidə xanım atasının evini belə təsvir edir: ziyalı mühiti, zəngin kitabxana, daim elm və mədəniyyət söhbətləri. Əhməd bəy Peterburqda hərbi məktəbi bitirmiş, Rus ordusunda xidmət etmiş, lakin dueldə yaralandıqdan sonra doğma kəndə qayıdaraq ömrünü maarifçiliyə həsr etmişdi. O sadəcə ata deyildi, Həmidə xanımın həyatının əsas istiqamət vericisi idi. Kitabda xüsusi vurğulanan məqam budur. Əhməd bəy qızını adi zadəgan qızı kimi yox, azad, savadlı, müstəqil və hörmət qazanan bir şəxsiyyət kimi yetişdirmək istəyirdi. Həmidə xanım yazır: "Atam deyirdi ki, mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin." Bu fikir o dövr üçün inqilabi idi. Qız uşaqlarının təhsil alması belə nadir hal sayılırdı. Əhməd bəy isə qızına rus dilini öyrədir, geniş dünya görüşü formalaşdırır, ona öz müstəqilliyini qorumağı öyrədirdi. Həmidə xanım ailə məktəbində təhsil alır, atasının kitabxanasında saatlarla oxuyur və onun maarifçilik idealını ürəyinə hopdururdu. Əhməd bəy qızını yalnız savadlı etməmişdi. O, ona mərdlik, xeyirxahlıq və xalqa xidmət hissi aşılamışdı. Həmidə xanım xatirələrimdə atasının kasıblara köməyini, kəndin inkişafı üçün apardığı işləri böyük hörmətlə xatırlayır. Atasının yolu onun üçün ömürlük mayak olmuşdu. Məhz bu ailə mühitində Həmidə xanım belə bir qadına çevrilmişdi. Qorxmaz, vicdanlı, cəmiyyətin dəyişməsi uğrunda mübarizə aparan. Atasının verdiyi tərbiyə sayəsində o, Cəlil Məmmədquluzadə ilə evlənəndə də, Bağırovun qarşısında dayananda da, bütün çətinliklərə sinə gərəndə də dayanıqlı qala bildi. Əhməd bəy Cavanşir qızına yalnız bilik verməmişdi, o ona şəxsiyyət vermişdi və bu şəxsiyyət Azərbaycan qadınının oyanış tarixində parlaq bir ulduza çevrildi. Rus dilini mükəmməl bilən, intellekti və geniş dünya görüşlü Həmidə xanım ailə məktəbində təhsil alıb, 16 yaşında ailə qurduğu ilk həyat yoldaşı, zadəgan əsilli podpolkovnik İbrahim bəy Davaddarov cəbhədə həlak olduğundan 29 yaşında 2 uşaqla tək qalır və az sonra atasını da itirən Həmidə xanım Cavanşir doğma yurdunda ata mülkünü idarə etməyə başlayır.
Bəs Həmidə xanım Cavanşir Cəlil Məmmədquluzadə ilə harda və necə tanış olmuşdu? Gəlin bu tanışlığı da onun öz qələmindən yazdığı xatirələrindən oxuyaq. 1905-ci il inqilabın ən qızğın vaxtı idi. Şuşada erməni-müsəlman toqquşması başlamışdı. Sentyabrın sonlarında qızım Minanı Tiflis Qızlar İnstitutuna apardım. O, bu institutun pansioneri idi. Biz Tiflisdə İsa Sultan Şahtaxtlı'nın dul zövcəsi, təhsilli müsəlman qadını mənim rəfiqəm Sofiya xanım Şahtaxtlı'nın evinə yerləşmişdik. Sofiya xanım Krasnogorsk küçəsində 29 saylı evdə yaşayırdı. Mərhum atam Əhməd bəy Cavanşirin türkcə əsərləri Jukowskidən, Lermontovdan tərcümələri var idi. O ölümündən qabaq mənə vəsiyyət etmişdi ki, bu şeirləri uşaqların oxuması üçün çap etdirim. Bu əsərlər senzuradan keçmiş, ancaq atamın nəşrə vəsaiti olmadığından arxivdə qalmışdı. Dostlarım məsləhət görmüşdülər ki, Qeyrət mətbəəsinin yiyəsi Mirzə Cəlil Məmmədquluzadəyə müraciət edim. Mən bu fikirlərimi Sofiya xanıma dedim. O, kitabın nəşri barədə söhbət etmək üçün Mirzə Cəlili evinə dəvət etdi. Mirzə Cəlil də Krasnogorsk küçəsində yaşayırdı. Evində pansion saxlayırdı. Oktyabrın 13-də axşam çağı Mirzə Cəlil dostu və həmkarı Ömər Faiq Əfəndi Nemanzadə ilə birlikdə gəldi. Mirzə Cəlil arıq, bəstədən birazca hündürboylu idi. Səliqə ilə geyinmişdi. Onun üz ifadəsi ciddi idi. Üzü heç gülmürdü. Sanki çiyinlərində qəm yükü var idi. Həmin 1905-ci ildə Mirzə Cəlil həm atasını, həm anasını itirmişdi. Bu hadisədən bir ay qabaq isə yaxın dostu və qayını, həyat yoldaşı Nazlı xanımın qardaşı Məmmədqulu bəy Kəngərli bir qatilin əli ilə faciəli şəkildə qətlə yetirilmişdi. Mirzə Cəlilin dostu şair Faiq Əfəndi isə əksinə çox canlı və söhbətçil adam idi. Yeri gəlmişkən deyim ki, bu görüşümüzdə Faiq Əfəndi bu yaxınlarda Naxalovkada böyük mitinqdə iştirak etdiklərindən və həmin mitinqdə müsəlman icması adından çıxış etdiklərindən də söhbət açdı. Mən Mirzə Cəlilə atamın əlyazmalarını verdim və xahiş elədim ki, onları çap eləsin. O, əlyazmalara baxıb bəyəndi və nəşr etməyə söz verərək mənə bu barədə müqavilə sənədi verdi. Kitabın 1000 nüsxəsinin 240 manata çap edilməsinə razılaşdıq. Söhbətimiz uzandı. İnqilabdan, erməni-müsəlman toqquşmasından, xalqımızın geridə qalmasından, müsəlman qadınlarının acınacaqlı taleyindən danışdıq. Mirzə Cəlil az danışırdı, ancaq arada uzun-uzadı suallar verirdi. Söhbət Mirzə Cəlilin də üzv olduğu və katib kimi çalışdığı müsəlman xeyriyyə cəmiyyətindən düşəndə o bizdən soruşdu: "Niyə siz ziyalı müsəlman qadınları birləşib özünüzün xeyriyyə cəmiyyətinizi yaratmırsınız?" Bu fikir xoşumuza gəldi və təcili olaraq onu həyata keçirmək qərarına gəldik. Kitabın sonraki səhifələrində Həmidə xanım yazır ki, o 1906-cı ildə rəfiqəsi Sofiya xanımdan məktub alır. Məktubda Sofiya xanım deyir ki, Mirzə Cəlil Həmidə xanım Cavanşir ilə ailə qurmaq istəyir. Həmidə xanım cavab yazaraq bildirir ki, Cəlil Məmmədquluzadənin yüksək dəyərinə görə minnətdaram, amma mən ona ərə gedə bilmərəm. Bizim yollarımız müxtəlifdir. Mən atamın vəsiyyətinə əməl etməli, onun kənddəki mədəni quruculuq işlərinə davam etməliyəm. Bundan sonra Həmidə xanım Qarabağdakı işlərinə davam edir. Erməni-müsəlman davası getdikcə qızışır və kəndlərdə aclıq, qida çatışmazlığı, qan, dava baş alıb gedirdi. Həmidə xanım bacardığı qədər kəndlilərə ərzaq paylayır, öz nüfuzundan istifadə edərək erməni və müsəlmanları barışdırmağa çalışırdı. Kitabın növbəti səhifələrində Həmidə xanım belə yazır: 21 fevral 1907-ci ildə Bakıda xalqın ehtiyaclarını araşdırmaq və ermənilərlə müsəlmanları barışdırmaq üçün qurultay çağırıldı. Qurultayın təşkilatçıları Hacı Zeynalabdin Tağıyev və Əhməd bəy Ağayev mənim adıma telegram göndərdilər ki, kəndlilərin nümayəndəsi olaraq qurultayda iştirak edim. Telegramı mənə gec çatdırdılar. Bir neçə gün yubansam da kəndlilərin nümayəndəsi Kərbəlayı Cəfərlə yola düşdüm. Bakıda öyrəndim ki, ruhani dairələr və bəzi Qarabağ bəyləri mənim qurultayda iştirak etməyimin əleyhinədirlər. Çünki mən qadınam və bu dinə və ənənəyə ziddir. Təşkilatçılar etirazçıların qatılmadığı ayrıca bir yığıncaq təşkil etmək və məni ora dəvət etmək istədilər ki, bizim rayondakı vəziyyət haqqında məruzə edim. Ancaq mən bu şəkildə işləməkdən imtina etdim və geri qayıtdım. Sonra Həmidə xanım yenidən Tiflisə, Sofiya xanımın evinə gedir. Burada o, yenidən Cəlil Məmmədquluzadə ilə görüşür.
Mirzə Cəlil gedəndən sonra Sofiya xanım bildirir ki, Cəlil onunla evlənməkdə israr edir və bəlkə bir də düşünsün istəyir. Və bu dəfə Həmidə xanım Cəlil Məmmədquluzadənin təklifini qəbul edir. Onun bu təklifi qəbul etməsinə Cəlilin həmin ərəfədə Molla Nəsrəddin jurnalında Erməni və Müsəlman qadınları adlı məqaləsi səbəb olur. Məqalənin əsas fikri bu idi. Cəlil Məmmədquluzadə müsəlman qadınların üzü örtülü, çadıra ilə gəzməsini şəriət tələbi kimi göstərənləri ifşa edirdi. O deyirdi ki, bu adət dini yox, milli adətdir və ərəblərə aiddir və çox vaxt fanatizmə əsaslanır. Erməni qadınları ilə müqayisə aparır. Erməni qadınları üzü açıq gəzdiyi halda müsəlman qadınlar evdə həbs olunmuş kimi yaşayır. Qadınların təhsil alması, cəmiyyətə çıxması, üzü açıq gəzməsi kimi məsələləri müdafiə edir və müsəlman cəmiyyətindəki geriliyi, cəhaləti, ikili standartları, yəni kişilərin Avropaya gedəndə başqa cür davranmasını kəskin tənqid edir. Bu məqalə 1907-ci ildə böyük səs-küy yaratmışdı. Tiflisdə dini fanatiklər Mirzə Cəlilə lənət oxumuş, qətlinə fərman vermək istəmişdilər. Hətta Ömər Faiq Nemanzadə məscidə gedib izahat verməyə məcbur olmuşdu. Məqalə qadın azadlığını və maarifçilik uğrunda ən cəsarətli addımlardan biri idi. Və bu məqaləni oxuyandan sonra Həmidə xanımın Cəlil Məmmədquluzadəyə qarşı fikirləri tamam dəyişir və onunla evlənməyə razı olur. Evlənmələrini isə xatirələrində belə yazırdı. 1907-ci il iyulun 15-də Quzanlıdan molla gətirdilər. Həmin molla qohumlarımın və yaxınlarımın iştirakı ilə bizim kəbinimizi kəsdi. Mərhum qızım Mina məmnun idi. Hələ tərəddüd içində olduğum vaxtlarda belə ərə getməyim üçün özü məni dilə tuturdu. Biz heç bir təntənə düzəltmədik. Evlənməyimizdən xəbər tutan qonşular və kəndlilər bizə gəlir, Mirzə Cəlillə tanış olur və söhbət edirdilər. Demək olar ki, hər axşam hamı yatdıqdan və kənddəki həyat səngidikdən sonra Mirzə Cəlil yazı masasının arxasına keçir, jurnal üçün manşet və başlıq və başqa məqalələr yazırdı. Qalın gündəlik dəftərində nəsə qeyd edirdi. Ölülər piyesinin qəhrəmanına qohumumuz, rəhmətli atamın yaxın dostu, fars dilini gözəl bilən böyük mərifət sahibi İskəndər Hacı Həsənoğlunun adını vermişdi. İskəndər Hüsülü kəndində yaşayırdı. Böyük üzüm bağları var idi. Yerli ruhanilərin və başqa insanların rəyini vecinə almadan şampan şərabına bənzər əla çaxır çəkirdi. O, içən olduğundan Kefli İskəndər ləqəbi ilə tanınırdı. Yəni Cəlil Məmmədquluzadənin Ölülər əsərindəki Kefli İskəndər real həyatdan götürülmüşdü. Çoxdan arzuluyurdum ki, Kəhrizlidə öz kəndimizdə qızlarla oğlanların birgə oxuduğu məktəb açım. Bu məqsədlə əvvəlcədən bina da tikdirmişdim. Mirzə Cəlil mənim bu fəaliyyətimi təqdir edir və işin həyata keçməsinə yaxından kömək edirdi. O məktəb üçün dülgər usta Qriqorun köməyi ilə 20 parta düzəltmiş və onları yağlı boya ilə özü rəngləmişdi. Kitablar, dərsliklər, dəftərlər və bütün zəruri əşyalar alınmışdı. Sonra biz kənd cəmaatının ümumi yığıncağa çağırdıq. Kəndin kişilərini və onların arvadlarını dilə tutduğu ki, uşaqlarını məktəbə oxumağa versinlər. Cəmaatın mənə böyük etimadı və inamı var idi. Ona görə də bəziləri tərəddüd etmədən qızlarının məktəbə gəlməsinə icazə verdi. Bəziləri isə bu qızlar evdə kiçik bacı və qardaşlarına dayəlik edir, ev işlərinə kömək edir və hər an evdə lazım olur deyə onları məktəbə qoya bilmədilər. Mənim qohumlarım həvəslə razılıq verdilər. Biz məktəbə cəmi 30 oğlan və 10 qız toplaya bildik. İlk vaxtlar məktəbdə Cəlil özü dərs keçir, qızım Minanı da dərs deməyə hazırlaşdırırdı. Yoxsul şagirdlərə paltar və ayaqqabı pulu verirdim. Ümumiyyətlə, kənddə ehtiyacı olan hər kəsə imkan daxilində kömək edirdim. Pulsuz müalicə edir, pulsuz dərman, kinə və s. verirdim. 1910-cu ildə eşitdik ki, bizim istedadlı şair Mirzə Ələkbər Sabir xəstədir. Mirzə Cəlil ona məktub yazaraq xahiş etdi ki, müalicə üçün bizə gəlsin. Sabir dəvətimizi qəbul edib bizə gəldi. Biz bir-birimizə aman vermədən onun qulluğunda durduq. Sabir çox xoş, mülayim bir insan idi. Onun gözəl söhbətlərini dinləmək hamımıza ləzzət verirdi. O sözünün çoxunu şeirlə deyirdi. Son dərəcə hazır cavab idi. O vaxtlar bizdə yaşayan Əhməd Pepinov Sabirin dediklərinə böyük dəyər verərək onun sözlərini, ən çox da söylədiyi şeirləri dəftərçəsinə yazırdı. Yəqin bu qeydləri hələ saxlayır.
Cəlil Sabiri müayinə etmək üçün evimizə həkimləri çağırdı və konsilium keçirdik. Bu müayinə Sabirdə qaraciyər xəstəliyi aşkar etdi. Həkimlər cərrahiyyə əməliyyatı məsləhət gördülər. Ancaq Sabir əməliyyata qalmadı və geri döndü. Biz onu böyük təəssüf hissi ilə yola saldıq. O bizim evdə 2 aya yaxın qalmışdı. Sabir çayxor idi. Çayı tünd və qaynar içərdi. Bir dəfə necə oldusa çayların arası biraz çəkdi. Buna o bədahətən bir beyt söylədi. Molla simavarından dərda, həzar dərda, bir istikanı indi, bir istikanı fərda. Həkimlərin cərrahiyyə əməliyyatı ilə bağlı təklifinə Sabir belə cavab vermişdi. Mənim qarnım pul kisəsi deyil ki, istəyəndə açasan, istəyəndə bağlayasan. Mirzə Cəlil Molla Nəsrəddində Sabirlə əməkdaşlıq etdiyi bütün müddətdə hər ay səliqə ilə ona 25-30 manat pul göndərirdi. Ancaq bunu Şamaxı tacirləri Səmədovlardan gizlin edirdi. Şamaxılılar xəbər tutsaydılar ki, Sabir Molla Nəsrəddinə yazı yazır, onun başına oyun açardılar. 1918-ci il Qarabağda anarxiya baş alıb gedirdi. Hətta bir kənddən başqa kəndə getmək müşkülə dönmüşdü. Bütün gecəni qapıların ardında növbə ilə keşik çəkirdik. Bir müddət sonra xəbər yayıldı ki, türklər Azərbaycana gəlir. Bir neçə nüfuzlu adam artıq Şuşaya və Ağdama gəlmiş və komendant təyin olunmuşdu. Bundan sonra İran tərəfdən Xudafərin körpüsündən keçərək Ənvər Paşanın qardaşı, adı çoxlarına bəlli olan Nuru Paşa gəldi. O yol boyu bəzi yerlərdə dayanır, yerli cəmaatın nümayəndələrini toplayır, onları təlimatlandırırdı. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük bir pişvaz tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyində bir neçə zəfər tağı asılmışdı. Bu zəfər tağlarının birini Şuşa qadınları adından mən ucaltmışdım. Ağ kəlağayı üzərində tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdıq. Gün gələcək, həqiqət günəşi doğacaq. Əsarətdə qalan ana şərq istiqlal qazanacaq. Şəhərə birinci olaraq Cəmil Cahid Paşa avtomobildə daxil oldu. Paşa ilk olaraq məscidi ziyarət etdi. Sonra məiyyəti ilə birgə Xan bulağına qalxdı. Bu vaxt şəhərin erməni səmtindəki hakimiyyət nümayəndələri çoxlu sayda bayraq və nişanlarla əhatə olunmuş avtomobillə müsəlman səmtinə daxil olaraq öz itayətlərini bəyan etdilər. Sonra uzun-uzadı nitqlər söylədilər. Sülhdən, dostluqdan, qonşuluqdan danışdılar və getdilər. Evimdə Ziyalı dərnəyi qurmuşdum. Dərnəyə təhsilli gənc Şuşalılar toplaşardı. Erməni səmtindəki meydanda 2 nəfər ermənini asmışdılar. Deyirdilər ki, edam olunanların evindən külli miqdarda silah tapmışdılar. Erməni səmtinin hər yerində müsəlman əskəri gəzir və keşik çəkirdi. Erməni ziyalıları Türk Paşanın şərəfinə ziyafət təşkil etdilər. Bu ziyafətə müsəlman səmtinin də ziyalıları dəvət olunmuşdu. Biz də orada idik. Ziyafət çox canlı keçdi. Yeri gəlmişkən deyim ki, Cəmil Cahid Paşa dəvətimizlə bizə də qonaq gəldi. O, əlbəttə Mirzə Cəlil və onun Molla Nəsrəddin məcmuəsi haqqında qabaqcadan eşitmişdi. Paşanın əhvalından görünürdü ki, Mirzə Cəlil ilə tanışlıqdan çox məmnundu. Onlar uzun-uzadı söhbət etdilər. Paşa mənə dedi ki, Türkiyədə hələ çadrasını atmış qadın yoxdur. O bizə baxıb təəccüblənir və bizim gələcəyimizin parlaq olacağından danışırdı. Masa arxasında mənim mərhum qızım Mina və Mirzə Cəlilin qızı Münəvvər də oturmuşdular. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və Gəncə qiyamından sonra Qarabağda ictimai-siyasi vəziyyət dözülməz hala gəldi. Acılıq, qıtlıq, qorxu və qeyri-müəyyənlik hökm sürürdü. Bir çox ailə cənuba, xüsusilə Təbrizə köçməyə başladı. Mirzə Cəlil və Həmidə xanım da məcbur qalmış kəndlilərlə birlikdə Qarabağı tərk etdilər. Onlar Təbrizə yola düşdülər. Orada təxminən 1 il yaşadılar. Çox ağır şəraitdə keçən bu mühacirət illərində Mirzə Cəlil Molla Nəsrəddini yenidən çap etməyə nail oldu. 1001 əziyyət, maddi çətinlik və maneələrə baxmayaraq yerli mollaların və dindarların güclü baskısına, hədələrinə rəğmən Mirzə Cəlil jurnalını nəşr etdirməyə davam edirdi. Həmidə xanım bu dövrdə də ərinə daim maddi və mənəvi dəstək olurdu. Kitabda yazır ki, o hər cür çətinliyə sinə gərərək Mirzə Cəlilin yanından bir an belə ayrılmırdı. Müsəlman qadınlarının maariflənməsi, insanların möfhumatdan uzaqlaşması üçün əlindən gələni edirdi. Hətta Təbrizdə belə o, qadınlar arasında maarifçilik işini davam etdirməyə çalışırdı.
1921-ci ildə onlar Tiflisə köçürlər, lakin Həmidə xanım uzun müddət orada qalmır. O doğma Qarabağa, Kəhrizliyə qayıdır və burada da əvvəlki kimi xalqa xidmətini davam etdirir. Qadınlar üçün toxuculuq sexi açır, dəyirmanı işə salır, su gəlməyən kəndlərə su çəkdirir, kasıblara, yetimlərə əl tutur. Mirzə Cəlil isə tez-tez Qarabağa gəlir. Şuşada və Kəhrizlidə bir neçə gün Həmidə xanımla birlikdə olur, sonra yenidən Bakıya, Molla Nəsrəddinin çap işlərinə qayıdırdı. Bu ayrılıqlar onlara çox ağır gəlsə də, ortaq amalları onları bir-birinə bağlayırdı. Ömrünün son illərində onlar Bakıda yaşadılar. 1932-ci ildə Mirzə Cəlil Məmmədquluzadə ağır xəstəlikdən rəhmətə getdi. Ölümündən qabaq da maddi çətinliklər içində idi. Həmidə xanım xatirələrimdə ürək ağrısı ilə yazır. Evi isitmək üçün Mirzə Cəlil məcbur öz əlyazmalarını yandırmaq məcburiyyətində qalmışdı. Bu onu çox məyus etmişdi. Bu sətirlər oxucunun qəlbini ağrıtmadan keçmir. Böyük yazıçının əlyazmalarını odlara atmağa məcbur olması bu bir dövrün faciəsidir. Həmidə xanım isə bu ağır itkidən sonra ömrünün sonuna qədər xeyirxahlıq və maarifçilik işləri ilə məşğul oldu. 1955-ci ildə vəfat etdi və Fəxri Xiyabanda Mirzə Cəlil Məmmədquluzadənin yanında dəfn olundu. Bu videoda istinad edib haqqında danışdığımız Xatirələrim kitabı isə necə başa gəlmişdi? 1930-cu illərin ortalarında repressiyaların ən qızğın vaxtında Azərbaycanın dəmir əli sayılan Mircəfər Bağırov Həmidə xanımı yanına çağırır. Həmidə xanım Yazıçılar İttifaqına dəvət olunur. Bağırov ona böyük təklif irəli sürür. Xatirələrini geniş şəkildə yazsın, xüsusilə Qarabağdakı inqilabi hərəkatı, bolşevik fəaliyyətini və öz xidmətlərini ətraflı və tərifli şəkildə təsvir etsin. Həmidə xanıma hər cür imtiyazlar verilir. Yüksək maaş, xidməti maşın, xüsusi Kremlyovski payok və 2-3 il vaxt. O bu təklifi qəbul edir və böyük bir əlyazma hazırlayır. 60-70 dəftər həcmində. Bir müddət sonra yenidən Bağırovun yanına çağırılır. Bağırov əsəri oxuyub və bəyənməyib. Çünki kitabda onun qəhrəmanlığı kifayət qədər təriflənməyib. Ondan tələb olunur ki, bu hissələri genişləndirsin, daha çox məth etsin. Və burada tarixə düşən o məşhur, cəsarətli cavab səslənir. Həmidə xanım sakit, lakin qətiyyətli səslə deyir: "Mən görmədiklərimi yaza bilmərəm." Bu sadə cümlə o qanlı repressiya illərində əsl intihar idi. Nəticədə kitab dərhal qadağan olunur. Həmidə xanıma verilmiş bütün imtiyazlar əlindən alınır. Xatirələrim təxminən 80 il Sovet senzurasının zindanında qalır və yalnız 2011-ci ildə tam şəkildə işıq üzü görür. Həmidə xanım Bağırovu çoxdan tanıyırdı. Hələ 1910-cu illərdə Bağırov Qarabağda quldurluq edir və qaçaq dəstəsinə başçılıq edəndə yaralı vəziyyətdə ona pənah gətirmişdi. Həmidə xanım onu xilas etmişdi, lakin bu minnətdarlıq ona həqiqəti təhrif etməyə əsas vermirdi. Aradan illər ötdü. Bir quldur, yol kəsən gəlib Azərbaycan Sovet Respublikasının başçısı təyin edildi. Əlbəttə, iştah diş altındadır. Həmin quldur hakimiyyət kürsüsünə otura bilirsə, niyə də cəmiyyət üçün örnəyə çevrilmək istəməsin? Bir gündə o, ədəbiyyata, romanlara düşmək, qəhrəmanlıq mücəssiməsinə çevrilmək, sonra tarixçi alimlərin araşdırma mövzusuna çevrilmək, daha sonra da heykəlləşmək istəyər. O, yaşadığı natamamlıq kompleksinə örtbasdır etmək üçün özündən milli qəhrəman obrazı uydurar və bu obrazı cəmiyyətə sırmaq üçün şərəfini manata və kürsüyə asanlıqla dəyişdirən şəxsiyyətsiz, yaltaq qələm əhlini şirnikləndirər, özünün şəxsiyyətinə pərəstiş yaratmaq işinə cəlb edər. Od püskürən, yaxıb yandıran rejimin aləti olan Mircəfər də bunu etmək istəyirdi. Özünün saxta inqilabçı ideoloq tarixçəsini yazdırmaq, çirkli keçmişini unutturmaq üçün tarixin bütün dönəmlərində dövlət qurmuş, xalq idarə etmiş, böyük türk soyadlarından birinin övladı, Qarabağın şərəfli bəy kişilərindən birinin qızı, möhtəşəm bir Azərbaycan xanımına ağız açmışdı. Mən görmədiklərimi yaza bilmərəm. Bu sözlər sadəcə bir imtina deyildi. Bu vicdanın, dürüstlüyün və böyük cəsarətin səsi idi. Həmidə xanım Cavanşir bir daha sübut etdi ki, o nə qorxudan, nə də imtiyazlardan asılı olmayaraq həqiqətə sadiq qaldı. Həmidə xanım Cavanşir sadəcə bir memuar müəllifi deyildi. O, Azərbaycan qadınının oyanışının, mərdliyinin və vicdanının canlı abidəsi idi.
Bu gün biz 19-20-ci əsrlərdə Avropada və Amerikada feminizm uğrunda mübarizə aparan məşhur xarici qadınları yaxşı tanıyırıq. Onların adlarını bilir, kitablarını oxuyur, heykəllərini ucaldırıq. Amma öz torpağımızda, öz tariximizdə belə bir böyük şəxsiyyət Həmidə xanım Cavanşir kölgədə qalıb. O heç bir beynəlxalq konfransda çıxış etməmişdi, amma kənddə qızlarla oğlanları bir yerdə oxutmuşdu. O heç bir manifest yazmamışdı, amma ömrünü qadınların təhsilinə, azadlığına və ləyaqətinə həsr etmişdi. O heç bir sosial şəbəkədə güclü qadın haqqında status yazmamışdı, amma Bağırovun qarşısında dayanıb demişdi: "Mən görmədiklərimi yaza bilmərəm." Bugün azad, güclü, savadlı Azərbaycan qadınından danışanda, sosial şəbəkələrdə gender bərabərliyi, qadın hüquqları, liderliyi haqqında postlar paylaşanda Həmidə xanımın adını niyə bu qədər az hallandırırıq? O bizim üçün ən böyük nümunədir. Çünki o yalnız sözlə yox, həyatı ilə sübut etdi ki, qadın həm ana, həm həyat yoldaşı, həm də xalqının maarifçisi ola bilər. Çətinliklərə sinə gərə, vicdanını satmaya bilər. Həmidə xanım kimi qadınlarımızı yaxşı tanımaq, gənc nəslə tanıtmaq və onlarla fəxr etmək bu hər birimizin borcudur. Onun xatirəsi qarşısında baş əyirik. Çünki bəzi qadınlar tarixi dəyişmir. Onlar tarixin özünü yaradırlar. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.